Salam hörmətli YouTube və TikTok izləyiciləri, sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində Məhsəti qəsəbəsində, yəni Seviş qəsəbəsində 4 sot torpaqda deməli bir böyük salı, 2 böyük otağı, eyni zamanda evin içərisində mətbəxi olan, mətbəx də 5-in 5-ədir. Bax belə bir həyət ev satılır. Qiyməti 38.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Hal-hazırda mən sizə bu həyət evinin bağçasını göstərirəm. Qarşıda yenidən hardasa 5-in 5-ə bax belə bir domik var. 2 tonluq subak var. Evin xarici görünüşünü bağça tərəfdən görürsünüz. 2 ədəd, böyük 2 ədəd deməli badvalı var. Bax, badvalın qapısını görmək mümkündür, hündürdür. İndi bu həyət evinin bağçasını sizə göstərirəm. 20-nin 20-yədir. Yəni bax bu 4 sot. Qiyməti 38.000 manatdır. Qiymətində mən bildiyimə görə bir balaca razılaşma olmalıdır. Yenidən mən sizin deməli bu həyət evinin ətrafını göstərirəm. Gördüyünüz kimi 4 tərəfdən kubiklə hörülür. Onu da deyim ki, bugün hal-hazırda deməli noyabr ayından söhbət gedir. 2024-cü ildə bax belə bir evin Seviş qəsəbəsində demək olar ki, ən ucuz qiymətə satılan evlərdən biridir. Yəni bunu mən dəqiq deyirəm sizə. İstilik sistemi 2 minutqadır. Bura isə hamamıdır. Gördüyünüz kimi təmirlidir. Bax hal-hazırda qarşıda həmin ərazini görürsünüz. Bura isə deməli hamamıdır. Dediyim kimi 2 tonluq subak var. Sənədi İlkin sənəddir, eyni zamanda arxiv var. Bax, yenidən mən sizə hamamını göstərdim. İndi isə evə daxil oluram. Zalın ölçüsü 9'un 4 yarımadır. Bax, 2 qat kubiklə hörülüb. Yenidən mən sizə bax, zalını göstərirəm. Həqiqətən böyükdür. Ola bilsin videoda bir balaca böyük görsənsin. Ancaq ölçüsünü konkretini deyirəm. Yəni 9'un 4 yarımadır. Otaqlar isə 7'nin 4'ədir. Bax, hündürdür, bucürdür. Təmirini necə görürsünüz, bu cürdə var. Qiyməti 38.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. İndi isə ikinci otağa keçirəm. İkinci otağın da ölçüsü birinci otaq kimi 7'nin 4'ədir. Bax, yenidən mən sizə deməli ikinci otağı göstərirəm. Çox yaxınlıqda Almarket yerləşir. Eyni zamanda marşrutlar işləyir. O marşrutlardan biri 10 nömrəlidir. Bura isə mətbəxidir. Mətbəxi 5'in 5'ədir. Polu möhkəm materialdır. Bax, yəni taxta deyil, ancaq birində taxtadır. Bax, qarşıda gördüyünüz kimi, ancaq bu iki otaq, deməli bir zal, bir otaq, bir mətbəxdə olan pol çox möhkəm materialdır. Qiyməti 38.000 manatdır. Qiymətində mən bildiyimə görə mütləq bir balaca razılaşma olmalıdır. Yenidən otaqlar həqiqətən böyükdür. Bax, otaqların necə yerləşməyini sizə göstərdim. Təmirini gördünüz. Sənədi ilkin sənəddir. Eyni zamanda arxiv var. Sizlərə uğurlar.